Bismillahi ve billah ve bi zikri veliyillah. Allahümme kun li veliyyikel Hüccet ibnil Hasan. Salavatuke aleyhi ve ala abaih. Fi hâzihi sa'ati ve fi kulli sa'eh. Veliyen ve hafizan ve qaiden ve nasiren ve delilen ve ayna. Hatta tuskinehu ardeke tav'a ve tumetti'ahu fiha tavila. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Allahümme le'an qatili Fatimete Zahra salamullahi aleyha. Möhtərəm müminlər, Əhl-i Beyt əleyhimussalamın qəminə şərik olanlar, Həzrəti Zəhra salamullahi aleyhanın yasın dili tutub gələnlər və bütün eşidənlər. Demişdik ki, Əyyam-ı Fatimiyyənin mənaları var və bu mənalardan bir neçəsinin qulluğu şərifimizə ərz eləmişdik ki, Əyyam-ı Fatimiyyənin mənalarından biri elm və mərifətdir. İnsan Əyyam-ı Fatimiyyədə elm əxz edir. Əhl-i Beyt əleyhimussalam haqqında və xüsusən Fatimə Zəhra salamullahi aleyha barəsində elm əldə edirsən, məlumat əldə edirsən. Belə güman edirəm, mən naqis zehnimlə və çox az bilgilərimlə bu neçə gün ərzində Həzrəti Zəhra salamullahi aleyhadan sizə elm yetişməsində vasitəçilik edə bilmişəm. Bəs birinci məsələ elmdir. Həzrəti Zəhra barədə elm əldə etmək, mərifət əldə etmək, onu yaxından tanımaq. Əgər bir şəxsin adına məclis təşkil edilirsə, vəzifə budur ki, o şəxsin haqqında danışasan. O şəxsin haqqında olan məlumatları cəmaata çatdırasan. Nəinki məclis ola bir insanın adına başqa şeydən danışasan, axırda bir dənə hədis o adamdan deyəsən ki, oldu bu onun məclisi. Bu, hədəfdən uzaqlaşmaqdan başqa bir şey deyildir. Ondan sonra demişdik, bir mənası nədir? Əyyam-ı Fatimiyyənin imamşünaslıq. İmamşünaslıq öylədir Əyyam-ı Fatimiyyə bizə ki, öz imamını gör necə fəda eləyib. Öz imamının qiymətin gör nə qədər əzəmətli bilir Həzrəti Zəhra salamullahi aleyha. Onun uğrunda hər nəyindən keçməyi göz önünə aldı və vacib olduğunu bilib hərəkət elədi. Və orada canın düşünmədi, orada balası qarnında balası var idi, onu düşünmədi. Vacib bildi ki, imamı gərək müdafiə edəsən və neçə dəfələrlə demişdi ki, imam Kəbə kimidir. Kəbə kiməsə tərəf getməz, hamı Kəbəyə tərəf gedər. İkincisi, başqa bir mənası, Əyyam-ı Fatimiyyənin mənası məsum şünaslıqdır. Məsumu tanıyasan, məsum, ismət, ismət-i ammə, ismət-i xasə. Bir ismət-i ammə var, ümumi ismət. Bütün peyğəmbərlər ismət sahibidir. Bu ismət-i ammədir. Ümumi ismət deyərlər buna. Bir də ismət-i xasə var, məxsus ismət. O, mövcuddur İslam peyğəmbərində və digər 13 məsumda. Onlardan qeyrisində o ismət yoxdur. Yəni, sözün qısası budur ki, Fatimə Zəhra salamullahi aleyhanın isməti Həzrəti Yusuf əleyhissalamın isməti kimi deyil. Eşit, fikrin burada olsun. Qulaq as. Gəlmisən, gərək qulaq asasan, diqqətli olasan. Minbab-ı ədəb-ərkan. Həzrəti Zəhra salamullahi aleyhanın isməti Həzrəti Yusuf əleyhissalamın ismətindən deyil. Bir zaman ki dedi, vəzkurni ində Rəbbik. O zaman ki dedi, məni öz Rəbbivin yanında, yəni şahın yanında yada sal. Dedi, demədi. Dedi də zindana düşəndə, dedi, məni şahın yanında yada sal. Denəm, mən günahsız düşmüşəm. Bu bir xəta idi elədi. Allahın da xoşuna gəlmədi və onun 1 il və ya 7 il zindanda artıq saxladı. Allah elədi. Və ya Həzrəti Fatimə Zəhra salamullahi aleyhanın isməti Yunus əleyhissalamın isməti kimi deyil. Yunus əleyhissalam ismət sahibidir. Mən bunları sayıram demirəm, amma onların isməti yoxdur. Onlar ismət yiyəsidir. Allah deyir, mən bürhanımı göstərmişəm, dəlillərimi göstərmişəm, mələkutumu göstərmişəm peyğəmbərlərə.
Və lakin onun isməti Həzrəti Yunus əleyhissalamın isməti kimi deyil. Allah təbarəkə və təala kitabında bəyan edir. Və zənnuni iz zəhəbə muğadiban fəzənə ələn nəqdirə aleyhi fənada fiz-zulumati ən la ilahə illa ənt subhanəkə inni kuntu minəz-zalimin. Qəzəbli halda üst tutdu dəryaya tərəf və elə bildi ki, Allah ondan hesab kitab almayacaq, Allah onu cəzalandırmayacaq. Peyğəmbər üçündür bu sözü. Elə bildi Allah onu cəzalandırmayacaq. Düşdü balığın qarnına, dedi ki, ilahi səndən başqa Allah yoxdur, paksan, münəzzəsən, mən özümə zülm eləmişəm. Yəni Fatimə Zəhra salamullahi əleyhanın isməti Yunus əleyhissalamın isməti kimi deyil. Allah Peyğəmbərinə Quranda deyir ki, və la vəsbir li hukmi rəbbik, Rəbbinin hökmünə səbr et, və la təkun kə sahibil hut. Yunus kimi deyir olma. Allah deyir. Peyğəmbərimizə deyir. Rəbbinin hökmünə səbr et, hutun qarnına düşən kimi olma, hutun yoldaşı kimi olma. Hut, nəhəng balığa, balinaya deyərlər. Balığın yoldaşı kimi, yəni Yunus əleyhissalam kimi olma. Xanım Fatimə Zəhra salamullahi əleyhanın isməti Musa əleyhissalatu və salamın isməti kimi deyil. Neçə dənə söz var burada, möhtərəm möminlər. Mən qoy heç ayəni demirəm, bir dənə bu hədisi eşit, əlbəttə İmam Zaman məclislərində eşitmişsiniz. Hər bazar İmam Zaman məclisi ki olur, bilməyənlər üçün xatırladım, onsuz da gələn görürsünüz, amma deyirəm də yenə. Hər bazar ki İmam Zaman məclisi olur, Əyyam-ı Fatimiyyədə tətil eləmişik bunu, amma Əyyam-ı Fatimiyyə bitəndən sonra Allah ömür versin, ömrümüzü bu Sərdar-ı aləmin qulluğunda keçirdək, İmam Zamanın qulluğunda keçirdək, bir fəzanın altında, bir günəşin altında, bir ayın altında eyni nəfəsi çəkdiyimiz şəxsiyyətin hansı ki ayağı yer üzündə olmasa, yer sahiblərini udar, məhv edər, onun sayəsində yaşayırıq, onun sayəsində gün üzümüzə çıxır, ay çıxır və s. Nə xeyir var, onun əli ilə yetişir bizə. Bu həqiqətdir. Necə ki, nüdbə duasında qeyd olunur, İmam Sadiq əleyhissalam buyurur ki, o var deyənə hər şey var. Yəni onun o eynə səbəbül müttəsilü beynə səmai vəl ərz. Hardadır yerlə göyün tarazlığını saxlayan adam? Yerlə göyün tarazlığını saxlayıb. Yəni olmasa yer göyə, göy yerə yapışar. Məhv olarıq, qiyamət baş verər. Həzrəti Musa əleyhissalamın isməti kimi deyil Həzrəti Zəhranın isməti. Bir kəlmə kifayət eləyir. Bu İmam Zaman var, ha, Əccəlallah fərəcəhu şərif aləm bir telinə fəda olsun. Bu İmam Zaman ki, İzzət və cəlal sahibidir. İmam Sadiq əleyhissalam buyurur, Əl-Münteha ileyhi məbarisul ənbiya. Bütün peyğəmbərlərin hamısının irsi tək ondadır. Bütün peyğəmbərlərin tək-tək nə gücləri var idisə, hamısı ondadır. Axırıncısındadır, Bəqiyyətullahdadır. Allah da Quranda buyurur, Bəqiyyətullah xeyrun ləkum in kuntum mu'minin. Allahın axıra saxladığı ən xeyirlidir. Əgər iman gətirsəz. Fatimə Zəhra bu kişinin anasıdır. Hansı ki Musa əleyhissalam 3 dəfə İmam Zaman ağanın məqamına təməh salıb. 3 dəfə. 3 dəfə Allaha deyib, o məqamı ver mənə. Allah deyib, yox, bunu axırıncı üçün saxlamışam. Kəlim olan bir peyğəmbər. Yəni, Xanım Zəhra salamullahi əleyhanın isməti Həzrəti Musa əleyhissalamın isməti kimi deyil, isməti ammədən deyil. Allah dedi, İzhəb ilə fir'ovnə innəhu təqa. Yallah, dur, yığış get fir'onun üstünə. Tuğyan edib. O nə dedi? Dedi, qardaşımı ver mənə, kömək eləmə, qorxuram mən. Yəni, bu ismət o ismətdən deyil. İbrahim əleyhissalamın ismətindən deyil, ha, xanım Fatimə Zəhranın isməti. Hansı ki, Həzrəti İbrahim dua eləyəndə deyir, məni Fatimə Zəhranın şiyyəsi elə ilahi. Bəs kimin isməti kimidir? Onun isməti xatəmi ənbiya, əşrəfül insan, əşrəfül məxluqat, əşrəfül mürsəlin, əşrəfül ənbiya, Həzrəti Muhammedin ismətindəndir. Sallallahu aleyhi və aleyhi və səlləm.
Fatimiyyənin mənası nədir? İmamşünaslıqdır. Əl-imamı vahidu dəhrih. İmam ruzigarının yekidir. Və la yudanihi əhəd. Bir nəfər imama çata bilməz. Və la yuadiluhu alim. Heç bir alimi imamla müqayisə eləmək olmaz. Və la yucəd minhu bədəl. İmamın əvəz eləyəni yoxdur. Və la yucəd. Hədisdir bu. Və la yucəd minhu bədəl. Filan kəs onun yerində oturub, yox. İmamın əvəzləyicisi yoxdur. Və la ləhu mislun və la nəzir. Nə oxşarı var, nə bəzləri. Vəl fəzlu kullihi məxsusun bil imam. Bütün fəzilətlər imama məxsusdur. Əyyam-ı Fatimiyyə bunu öyrədir. Bir mənası nədir? Fədakarlıqdır Əyyam-ı Fatimiyyənin bir mənası. Hər şeyindən keçdi vilayət yolunda, bir canın təhvil qoydu, təslim və təsdiq elədi. Əhl-i Beyt əleyhissalamın vilayətin, imamın, dövrün imamının yolunda fədakarlıq öyrədir. Fədakarlıq öyrədir. Sən də baxasan, fədakar olasan, hər sahədə, malında, canında, dinində, ibadətində, hər şeyində Allahın dininə qarşı nə olmalısan? Fədakar olmalısan. Telefonlara baxanlar, telefonlardan gözlərini götürüb mənə baxmaları üçün bir Peyğəmbər, Ali Peyğəmbərə salavat edeyim. Allahümme salli Muhammed və əminəm, dəqiq bilirəm ki, mən o telefondakindən daha yaxşı şeylər danışıram. Bir mənası nədir? İfşadır. İfşa etməkdir. İfşa eləyəsən. Hansı ki, kimlər Qədirxumda gəldilər, beyət elədilər, sonra əhdi sındırdılar. İfşadır Əyyam-ı Fatimi. İfşa edirsən. Ki, sən filan kəs, sən filan kəs, sən filan kəslər, minlər insan beyət edib, beyəti sındırdınız. Bir mənası dedim nədir? İmtihandır və xüsusən etiqadın imtihanıdır Əyyam-ı Fatimiyyə. İmam Hüseyin əleyhissalamın matəminə nə qədər əlaqə varsa, bu xanım onun anasıdır. Buna daha şiddətli əlaqə olmalıdır məclislərinə. Ona görə imtihandır. Çox sözdür var, çox söz var. Bilirsiniz, nə qədər fərq var ana məclisi ilə İmam Hüseyin əleyhissalam məclisi arasında fərqlər var. Elə bilirəm, hamiyə qismət olmur Əyyam-ı Fatimiyyədə iştirak etmək. Bir növ xüsusi dəvətdir Əyyam-ı Fatimiyyə. Elə başa düşürəm sanki bu cürdür ki, hər adam gedə bilmir, qismət olmur, hər adam iştirak edə bilmir. Bir də ki, Muharrəmlikdə rənglər seçilmir, amma Əyyam-ı Fatimiyyədə rənglər seçilir, bilinir, fərqlənir. Bir mənası nədir Əyyam-ı Fatimiyyənin? Bir mənası xanım Fatimə Zəhranın ailəsini tanımaqdır. Ailəsini tanımaq. Xüsusilə Həzrəti Xədicə salamullahi əleyhanı tanımaqdır Əyyam-ı Fatimiyyə. Xanım Xədicə bu Kövsərin sədəfidir. Ümmül müminin əvvəl vəl kubra. Ümmül müminin, müminlərin anası. Birinci şəxs ki, Peyğəmbərə iman gətirən mətləblərdən biri də Həzrəti Xədicə salamullahi əleyhanın məzlumiyyətidir. Ya Fatimə, Peyğəmbər buyurur, ey Fatimə, innə bətnə ummiki kanət lil imaməti viaən. Bu cümlənin öhdəsindən salih gələ bilməz. Bu cümlənin öhdəsindən sizlər gələ bilməzsiniz. Eyni zamanda bu cümlənin öhdəsindən ənsarilər, hillilər, şeyx müfidlər, şeyx səduqlar gələ bilməz. Nə qədər yuxarı qalxson gələ bilməzlər. Buyurur ki, Fatimə, salamullah aleyhə, Allah sənin anovun, bətnini, imamətin tutumu qərar verib. Allah sənin anavın bətnini, imaməti daşıyacaq bir yer qərar verib. Yəni, o qədər güc verib Allah sənin anava, onun bətni, imamətin nurun daşıya bilib orada. Hansı ki, o imamətin nurunun ötürücüsü Fatimə Zəhradır. Onu sənin anon daşıyıb bətnində. Nə qədər ki, o sağ idi, xanım Xədicə salamın əleyhə. Həzrəti Peyğəmbərə rəva deyildi bir başqa qadından evlənsin və evlənməmişdi də. Çünki onun üstünə, ondan üstünü yoxdur ki, gətirsin Peyğəmbər. Bu fikri bir məsələdir. Lakin görürük onun barəsində nə qədər haqqa girmələr olub və olur.
Şiə mənbələrinə də keçib hətta. Şiə mənbələrinə də gəlib daxil olub. Peyğəmbər buyurdu, Xədicə, eynə mislu Xədicə. Zikr edirdi adını. Deyirdi, Xədicə, haradadır Xədicə? Xədicə kimisi? Xədicə, eynə mislu Xədicə, səddəqətni xinə kəzzəbəniyən nas. İnsanlar məni yalanlayanda o məni təsdiqlədi. İnsanlar mənə inanmayanda, mənə yalancı deyəndə, mənə sehirbaz deyəndə o məni təsdiqlədi. Düşmən Əli əleyhissalama cəsarət eləyə bilmədi. Bu mənada ki, deyə bilmədi Əli əleyhissalam dinsiz olub, imansız olub, deyə bilmədi. Heç vaxt deyə bilmədi. Olmadı bir şey tapsın, desin ki, Əli əleyhissalam kafir idi. Özünə cəsarət eləyə bilmədi, amma dedilər, nədir? Atası kafir olub. Bir nəfər İmam Əli əleyhissalama dedi ki, sən beləsən, məqamın yuxarıdır, cəlalın ucadır, falandır, filandır, amma aton cəhənnəmdədir. Əli əleyhissalam dedi, vəlakin əbukə və ya əbakə finnar, belə dedi, od içindədir, dedi. Əli əleyhissalam dedi ki, ənə qəsimun nari vəl cənnə, əbi finnar, dedi, cənnətlə cəhənnəmi bölən mənəm, atam cəhənnəmdədir. Atam cəhənnəmdədir. Əli əleyhissalam buyurur, insu cinnin, bütün insanların və cinlərin, biz də əhl-i beytdən başqa, biz 5 nəfər, yəni 14 məsumdan başqa, bütün insanların, bütün cinlərin ibadətin, imanını üzrsən, imanını qoyalar tərəzinin bir gözünə, mənim atamın, hamısının mənim atamın imanını qoyalar tərəzinin o birisi gözünə, mənim atamın imanı qalib gələr, ağır gələr. Eynən xanım Zəhra salamullah əleyha üçün də bir söz tapıb deyə bilmədilər, amma anası üçün ədəbsizliklər elədilər. Dedilər, dul olub Peyğəmbərə gələndə. Dul olub. Yaşı çox olub. Peyğəmbərin 25 yaşı olub, onun 40 yaşı olub. Niyə? Filan kəs üçün desinlər ki, o qız olub, yaşı az olub. Tam tərsi olub da bilirsiniz. Bilənlər bilir. Bilməyənlər unudulmuş müqəddəsə söhbəti ki var, ona baxarlar, bilərlər. Nəql edib tarixlər, Həzrəti Xədicə nəinki İncili bilirdi, hətta İncildən dərs keçirmiş. Hansı ki o İncildə dəfələrlə onun atasına da işarə var idi, orada Əli əleyhissalama da işarə var idi. İlya. Hər gün yüzlərlə insan onun süfrəsində qarnını doyururdular. Mərhum Maməqani öz ricalında qeyd edir. İslamdan əvvəl cahiliyyət dövründə ona Tahirə deyirmişlər. İslamdan əvvəl İslam yox idi, Tahirə, cəmaat ona Tahirə, çox pak yəni, deyirmişlər. Əzizlər, bir yalanı o qədər deyərlər, sonra hər kəs inanar, həqiqətə çevirilər, o qədər deyərlər. Deyir, bir nəfər bir dənə yalan dedi ki, filan yerdə aş verirlər. Ərzən bezin, hərə bir dənə qab götürdü, gedir, 1 gedir, 2 gedir, 3 gedir, 4 gedir, sürü gedir, 10 gedir, 20 gedir, hamı gedir əlində qab, bu yalan özü dedi, bəlkə də oradan orada aş verirlər, bir qab özü götürdü, getdi. Yalanı o qədər deyərlər, həqiqətə çevirərlər. Məcazi mənada da, yəni, hamı inanar ona. Xanıma o qədər dul nisbəti verdilər və ya yaşının çox olmasını dedilər, o qədər dedilər, hətta şiə kitablarına da sirayət elədi bu söhbət. Ki, xanım dul olub, əri olub, ondan sonra da yaşı çox olub. Seyyid Murtəza İbn Şəhraşub, Əllamə Məclisi, Əllamə Məclisin atası Muhammed Təqin Məclisi, Şeyx Səduq, Şeyx Müfid yazıblar kitablarında Kanət əzraən bakirətən. Nə olub? Bəli, toxunulmaz, bakirə olub. Həzrəti Xədicə salamullah əleyhanın malları, ticarəti, bazarlara çıxanda Şamın, İraqın bazarları tətil olurmuş. Yəni o qədər həm qiymətli və çox olurmuş. Bazarları bağlayırmışlar. Böyük bir mətbəx düzəltdirmişdi. İşçilər və fəqirlər orada gəlib qarınlarını doyurdular. Mətbəxin neçə nəfər xidmətçisi var imiş? 400 ədəd mətbəxin xidmətçisi var imiş. 400 ədəd. Bu qədər imkan olub ha. Teş, 70 teşt qalaylama qızıl olurmuş. Yaqut, zəbərcəd, ləl cəvahirat olurmuş evində. Lakin özü ən sadə həyatı yaşayıb və ən sadə libaslarla gəzib. Bir adamın hər şeyi ola. Eşidir? Bir adamın hər şeyi ola. Bütün qüdrəti ola. Lakin təkəbbürü olmaya,
Bu müqəddəs imanın göstəricisidir. Müqəddəs imanın. Belə şəxsiyyətin qarnında Allah imaməti qərar verər. Bütün pisliklərdən uzaq olub. Şeyx Müfid rəhmətullahi aleyh buyurur, ona yalan nisbəti verən, yəni müxaliflərdə ravilərin hamısı əhl-i xilaf kitablarının özündə yalanla məşhur olan adamlardır. Hansı ki ona töhməti, böhtanı nisbət verənlər. Ravilərin özü əhl-i xilafın öz rical kitablarında necə adamlardılar? Yalanla məşhur olan adamlardılar. O ravilərin bəzisi bu sözləri birbaşa Peyğəmbərdən nəql ediblər. O sözləri. Birbaşa o ravilərə Peyğəmbərdən nəql ediblər. Hansı ki Peyğəmbər dünyasını dəyişəndən 2 il sonra dünyaya gəlir o ravilər. 2 il sonra. Bəziləri Peyğəmbər dünyasını dəyişəndə 2 aylıq olublar. Bəziləri 6 aylıq olublar. Həmən o ravilər. Deyirlər birbaşa Peyğəmbərdən eşitmişdik. Bir adam ki Peyğəmbərin vəfatından 6 ay sonra İslamı qəbul edir. Yəni Muaviyə. Peyğəmbərin vəfatından 6 ay sonra İslamı qəbul edib adam. Onun üçün hədis düzəldiblər. Peyğəmbər buyurur ki, möminlərin dayısı Muaviyyədir. Peyğəmbər buyurub. Muaviyyə möminlərin dayısıdır. Bunu eləyən xanım Xədicə salamlar aleyhə üçün nə eləməz? Həzrəti Xədicə üçün nə istəsələr qoşarlar. Müsəlmanlar ayırmırlar, araşdırmırlar. Muaviyyə hardan gəlib, hara çıxdı, kim gətirdi, necə oldu, nə məqsədə gəldilər. Bir oturub düşün, hər şey çox aydın deyir. Allah bir beyin verib də inşallah işlətməyə. Çox aydındır. Hardan gəldi, hara çıxdı, kim gətirdi, niyə gətirdi? Çox aydındır, çox aydındır. Əsillərinə qayıtmasılar, bacarmadılar. Hələsi bir dənə sufiliyi kim gətirdi? Muaviyyə. Həsən Bəsirini kim göndərdi Hindistana? Gel sufizmi öyrən, gəl gir müsəlmanların arasına. Muaviyyələdir. Fəlsəfəni kim gətirdi? Məmun. Məqsəd nə idi? Əslə qayıtmaq. Kimin müqabilində? Əhl-i beyti vurmaq üçün. Və təbbən və heybətən limuntəhilin fəlsəfə. Bədbəxtdir, həlak olub hər kim ki fəlsəfəcidir. İmam Sadiq əleyhissalam buyurur. Muaviyyə ölən saniyələrinə qədər öz keçmişindən əl götürməyib. Bu adam üzü yuxarı da məlundur, üzü aşağı da məlundur. Atası Əbu Süfyan, anası Hind, oğlu da Yezid. Üzü yuxarı məlun, üzü aşağı məlun. Adamda bir adamlıq olar. Vəfatından Peyğəmbərin 6 ay qabaq İslamı qəbul edib, deyirlər vəhyin katibi olub. Haydə də var, nənə var. Vəhyin katibi olub, Quran o yazıb. Vəhiy gələndə bu yazılmış. 6 ay qalmış Peyğəmbərin ömründə. Nə qalmışsın ki Qurandan nə edəsən yazasan? Necə maraqlı bir mətləbdir bunlar. Kim maraqlanacaq bunları görəsən öyrənəcək. İnanın və yəqinə çatın. Yəqinə yetişin. Bir otur evdə mən bu dediklərim haqqında biraz fikirləş. İndi deyirəm ha. Əzadarlıqlar olmasaydı ya, məzhəbin beli sınmışdı. Məzhəbi qurudacaqdılar. Əzadarlıqlar. Ağlamaqda məsələ var. İmam Hüseyin əleyhissalam qətlə yetiriləndə ərzən bir hüzur, İblis yığdı bütün şeytanları, dedi belimiz yıxıldı. İblis. İmam Hüseyin əleyhissalam şəhid olanda dedi belimiz yıxıldı. Evimizi yıxdılar. Hər kəs bu Hüseynə ağlasa, beheşt əhli olacaq. Yığın bütün nəsl əqrəbavızı. İblis öz şeytanlarına deyir ha. İnsanların qəlbinə şək salın, şübhə salın. Aşura barədə, İmam Hüseyin barədə, Kərbəla barədə. Yoxsa başqa çarəmiz yoxdur. Qara giyinmək üçün bir şey, ələmə bir zat, nə bilim, üzün yerə sürtənə bir dənə məsxərə. Ondan sonra üzünə şillə vurana bir məsxərə, başına qəmə vurana bir şəkibə. Doludur. İmam Hüseynin Rüqəyyə adında qızı olmayıb, Əli Əsqər adında oğlu olmayıb. Nə qədər bacarsaz Aşura və Kərbəla müsibəti barədə insanların zehninə şək şübhə salın. Birdən Şiyə İmam Hüseyin əleyhissalam müsibətinə yüngül yanaşsaydı, vay. Birdən yüngül yanaşılıydı da. Sovet dövründə o cürlə qadağaların içində, nə Soveti, Əbbasilərin dövründə əl kəsirdilər. O qadağaların içində birdən matəm yaşanmasaydı, əzadarlıq olunmasaydı, nə hala qalacaqdıq, nə vəziyyətə qalacaqdıq. Kaş Həzrəti Zəhra salamullah əleyhanın da müsibətini belə əzəmətli saxlayaydı, bütün Şiyə camiyyəsi. İnanırsınız ki, bir işarə var bu cümlədə. Əzadarlığı yüksək saxladı İmam Hüseyin əleyhissalam. Əzadarlığın yüksək saxlamağın nəticəsində insanlar kimi tanıdılar?
Yezidi tanıdılar. Xanım Zəhra salamullahi aleyhanın da əzədarlıqları güclü saxlansaydı kimi tanıyacaqdılar? Ağlamaqlar barədə o qədər hədislər var ha. Bunlar elə belə deyildi. Millət öz tarixi müsibətinə yas saxlamasa bu mütləq aradan gedəcək. Şəhidlərimizin yas məclislərinə baxırsınız, məddahlar nə günə qoyublar? Mahnı oxuyurlar şəhidlərin yas məclislərində. Mahnı ilə şəhidi qoyub saxlamaq olar. Şəhidin məclisi yas deyil, bu filan kəsin il dönümüdür. Baxırsan, oxuyurlar mahnı, musiqi, dambadurum, ərzən behzur güya da indi bu qəmli bir şey oxuyur orada. Musiqi, bu ilə yas, bu ilə şəhidi sən qoyub saxlaya bilərsən? Yox. İblis dedik, nə şək şübhə bilirsiniz səfil insanların ürəyinə. Nə şək şübhə bilirsiniz, ha. İnanın, əzadarlıqlar qorudu məzhəbi. Nəinki Həzrəti Rüqəyyəni, Həzrəti Əli Əsğəri inkar edirdilər. 700 il bundan qabaq kitablar yazıldı ki, Kərbəlada Hüseyn ibn Əli yox, Hüseyn ibn Səbbah olmuşdu. Ha. Bekar olmayıblar. İmamlarımız və o imamlara tabi olan alimlər ki, xidmətçilər qoymadılar bu şək şübhələr yerisin xalqın arasında. Amma eləmişdilər. Bəziləri tabi olublar. İndi məsələn, müasirlərdən də var. Deyirlər ki, məsələn, Həzrət Rüqəyyə olmayıb. İndi özürlər, Həzrət Rüqəyyə bilər oynar. Lakin şiyə əzadarlıqlarla qoymadı bu yolda. Yalanlar ayaq tutsun. Əzadarlıqları əzəmətli şəkildə keçirdib İmam Hüseyn əleyhissalatu vəssalamı unutmağa qoymadılar. Təkcə İmam Hüseyni unudulmağa qoymadılar. Yox, Yezid də qoyulmadı, unudulsun. Yezidin əqidəsində olanların özünə yedizdirdilər ki, bu Yezid məlun ibn məlundur. Əzadarlıqların sayəsində. İnanın Allaha, inanın. İdrak edin, dərk edin. İnanın, yüngül tutsaydıq, unudulub gedəcəkdi, onlar yenə də deyəcəklər, Rezil radiyallahu anh. Bax, necə indi deyirlər bəziləri üçün. Onun üçün də deyəcəklər, Yezid radiyallahu anh. Amma sən qoymadın. Sən şiyə bugün, o gündə o şiyələr qoymadılar. Əzadarlığı yüngül keçirməməklə. O hədislər, nə qədər hədis var İmam Hüseyn əleyhissalam üçün ağlamağın fəzilətləri var. Bilirsiniz, nə qədərdir? Kamil-i ziyaratda, Əllamə məclisi bir harda bilirsiniz, nə qədər hədis toplayıb, sırf İmam Hüseyn əleyhissalatu vəssalama ağlamaqdan ötürü. O ağlamaq qoruyur, qoymur, aradan geçsin. Edilən ədəbsizliklərdən biri də Həzrəti Xədicəyə oldu. Düşmən həmişə məşğul oldu, oturmadı. Gör, Vahabi var olduğu gündən bu günə qədər bir dəfə oturub yerə, elə işləyir. Elə işləyir o məlunlar. Çətin günlərimiz var, siz cavanların boynunda gör, nə qədər vəzifə var. Məgər sadə bir şəxsiyyətdir Həzrəti Xədicə-i Kubra salamullahi aleyha, Əli əleyhissalatu vəssalamın qaynanasıdır. İmam Sadiq əleyhissalam buyurur, nə vaxta qədər ki, Həzrəti Cəbrail nazil olurdu Peyğəmbərin evinə, vəhiyin evinə, deyirdi, Allah buyurur, mənim salamımı Həzrəti Xədicəyə çatdırın. Allah deyirdi. Allah deyirdi, mənim salamımı çatdırın Həzrəti Xədicəyə. Peyğəmbərin hansı xanım üçün belə bir dənə hörmət var? Fatimiyyənin, bəli, mənalarından biri budur. Həzrətin anasının məzlumiyyətin tanıyasan. Peyğəmbər buyurur ki, ma nəfa'ni malum bimisli nəf'i bi ənvali Xədicə salamullahi aleyha. Peyğəmbər buyurur ki, heç bir malın mənə faydası olmadı Xədicənin malı kimi. Müsəlmanlar kimin pulu ilə getmişdilər Həbəşistana? Xanım Xədicənin pulu ilə. Təzə cavanlardan kim müsəlman olurdu, atası vururdu, atırdı bayram. Müşriklər də Məkkədə. Onlara kim ev eşiyi verirdi, kim yer yurt verirdi. Onlar bayırda, bacıda qalmırdılar. Hamısını Xanım Xədicə salamullahi aleyha eləyirdi. Onlara ev verirdi, yer verirdi, yurt verirdi. Həzrəti Xədicə salamullahi aleyha. Belə bir dənə müqəddəsəni necə unutmaq olar? Bir dövr gəldi, çatdı. Hətta Xanım Xədicə salamullahi aleyhanın adını qoymurdu cəmaat övladlarına. Adını qoymurdular. Belə məzlum eləmişdilər. Belə bir müqəddəsəni gözdən salmaq üçün necə olmayan şeyləri demək olar. Məkkədə Həzrəti Xədicənin mülkləri olan ərazilər var idi. Səud ailəsi hakimiyyətə gələndən sonra həmin o əraziləri ayaq yolu və dəstəmazxanaya çevirdilər. Bilərəkdən elədilər.
Və ləula seyfu aliyin və malı xədicə ləma qamə əmudul İslam. Peyğəmbər buyurur ki, Əlinin qılıncı və Xədicənin malı, dövləti olmasaydı, İslamın sütunları qalmayacaq, qaradan gedəcəkdi. Görək, haqq gəldi də boynumuza bu cümlə ilə. Haqq gəldi boynumuza ki, İslam saxlayıb onun pulu, onun varı dövləti, İslam saxlayıb. Hansı ki, o İslama bugün tabeysən, o İslamda qərar tutmusan. Lakin iş o yerə çatmışdı, belə imkanlı dövlətli qadının evlərində bir dənə həsir qalmışdı, üstündə otururdular. Oraya can. Hər şeyin vermişdi Allah yolunda. Gör, nə olub? Peyğəmbər bir dənə cümlə işlədi. Deyib ki, İnni ruziqtu hubbəha. Bu sözü o kişi deyir ki, dediyi hər bir sözü Allah didizdirir. Quran ayəsidir. Deyir ki, Allah mənə Xədicəni sevməyi ruzi edib. Allah ruzi edib onu. Mən ruzulanmışam onu sevməklə. Hədiyyə edib mənə. Xüsusi sevgi var ona qarşı. Xədicə, eynə mislu Xədicə. Hardadır Xədicə? Xədicə kimisi. Peyğəmbər sallallahu aleyhi və səlləm Həram mağarasından endi aşağı. Dedi, Xədicə, Allah mənə peyğəmbərliyimi bəyan etdi. Yəni, elə peyğəmbəridim, amma ən yaxınlarıma deməyi dedi. Elə deyən kimi dedi, Āmentu. Əşhədu ən la ilahə illallah və əşhədu ennəkə rəsulullah. Allahümmə salli alə Muhammed və ali Muhammed. Deyən kimi dedi ki, mən şəhadət verirəm. Zaten səndə bu nuru görüb aşıq olmuşdum da sənə. Bilirdim peyğəmbər olacaqsan. Peyğəmbərlə evlənməmiş, bilirsiniz də, pərdə arxasında söhbəti. Peyğəmbərin bibisinə dedi ki, dedi, bir vasitəçilik elə, mən sənin qardaşın oğlu ilə söhbət edeyim. Səfiyyədir də. Bir pərdə çəkdilər, Xanım Xədicə oturdu bu tərəfdə, Peyğəmbər oturdu o tərəfdə. Peyğəmbər kimin işçisi idi? Xanım Xədicənin işçisi idi də. Yəni, Xanım Xədicə müdir idi. Onun müdiri idi. Ərəbin dili ilə söz, onun sahibəsi idi. Peyğəmbərin sahibəsi idi. Ağası idi. Peyğəmbər onun dəvə kərvanında işləyirdi də. Peyğəmbər göndərirdi Şama, ondan sonra başqa ticarətlərlə məşğul olurdu. Bir dənə adam qoşmuşdu, güd onu. Nə görsən, gəl mənə xəbər ver. Savadlı idi, adam alimə idi, sizə deyirəm. Xanım alimə idi, İncili bilirdi. Bilirdi, bu odur, əlamətlər və onun əlamətləridir. Görürdü, bu gəzəndə bulud gedir başının üstündə. Bunları bilirdi. Pərdəni çəkdi, özü oturdu bu yanda, Peyğəmbər oturdu o yanda. Peyğəmbərə dedi, evlənmək istəmirsən. Pərdə arxasından danışdı. Peyğəmbər burada istəyirəm. Dedi, sənə layiqli bir dənə xanım tapmışam. Xanım Xədicə dedi. Dedi, sənə layiqli, sənə qulluq eləyən, sənə xidmət eləyən bir dənə xanım tapmışam. Peyğəmbər buyurdu, mən hiyər. Kimdir o? Peyğəmbər dedi. Bilir, edin, soruşurdu. Verdiyi cavaba bax. Müdürünə bax, cavaba. Peyğəmbərə mərifəti var axı. Gör nə cavab verdi? Dedi, qalət, cariyyətükə Xədicə. Kimi məsləhət görsən? Sənin cariyon, cariyəyə, cariyon, kənizun Xədicəni mən məsləhət görürəm sənə. Kəniz sözünü işlədir özü üçün, onun qabağında, onun müqabilində. Məqamın tanıyır, mərifət var. Ölüm yatağında olanda dedi, ya Rəsulallah, olarmı sən bayıla çıxasan, qızıma bir neçə kəlmə deyim, o da sənə desin. Ədəbə bax, utanır özünə deməyə. Bir şey istəmək istəyir ondan, bir şey istəsin. Amma utanır deməyə. Deyir, olar ki, ya sən bayıla çıxasan, mən qızıma bir-iki kəlmə söz deyim, o da gəlsin sənə desin. Peyğəmbər çıxır bayıla. İntizarla gözləyir ki, Fatimə salamlarına çıxsın bayıla, görüm nə deyir. Kül olsun belə bir xanımın başına, bu dünyanın başına ki, belə bir xanımın hörmətin sındırırlar.
Kül olsun bu dünyanın başına, kül olsun bu ümmətin başına ki, bu cür xanımın qiymətini bilmirlər, qədrini bilmirlər, dəyərini saxlamırlar. Peyğəmbər çıxdı bayıra. Peyğəmbər çıxdı bayıra ki, tez Fatimə gəlsin, görüm mənə nə deyir, nə istəyir məndən. Həzrəti Siddiqə çıxdı bayıra, salamun aleyha. Peyğəmbər tez qucaqladı xanımı, qızını, öpdü, dedi, anon nə dedi? Anon nə dedi, nə istəyir? Buyurdu, anam dedi, ola bilsin əməllərim Allah dərgahında qəbul olmaz. Atova de, vəhiy nazil olan vaxt, əynində olan əbası mənə kəfən edəsin. Onu mənə kəfən edəsin. Peyğəmbər ağlaya-ağlaya girdi içəri, oturdu onun başının üstünə. Dedi, sən bütün malını İslama xərcləmişsən. Məndən bir dənə köhnə əba istəyirsən. Cəbrail nazil oldu. Buyurdu, ya Rəsulallah, Allah Siddiqənin anası üçün behişdən kəfən göndərib. Behişdə onun üçün parçası dürrdən olan bir qəsir hazırlamışıq. Daxildən bayırı görsənir, bayırdan içərisi görsənmir. Daha sonra xanım Xədicə salamullah əleyha buyurdu. Olarmı Həzrəti Fatiməni çıxarasan, özün gələsən içəri? Bir dəfə Fatimə Zəhra çıxsın bayrağa. Sən gəl, otur mənim yanımda. Peyğəmbər xanımı çıxartdı bayrağa. Gəldi Həzrəti Xədicənin başı üstə. Oturdu xanım. Peyğəmbər oturdu xanımın başının üstünə vəsiyyət edir. Həzrəti Xədicə salamullah aleyha. Ay möminlər, bilmədilər bu xanımın qədrini, cəlalı. Haqqı var boynumuzda, bu unudulmaz müqəddəsə gərək unudulmasın. Yaddaşlarda saxlayaq, imkanımız var, övladlarımıza adını verək. Xanım Zəhra çıxdı bayrağa, Peyğəmbər oturdu xanım Xədicənin başı üstə. Dedi, mənim sahibim, mənim ağam, mənim, ay Allahın Rəsulu, İnnə ibnəti Fatimə min bə'di yetimətun, vəhidətun, qəribətun. Qızım Fatimə məndən sonra yetimdir, təkdir, qəribdir. Yəni təkdir, nə bacısı var, nə də qardaşı var, nə xalası var, nə dayısı var, təkdir. Səndən xahiş edirəm, 3 dənə xahiş edib, səndən xahiş edirəm. Birinci xahiş edib budur, məndən sonra hər hansı bir xanımla evlənsin, qoyma qızımın üstünə qışqırsın. Peyğəmbər buyurdu ki, səmən və taətən, eşitdim, itaət eləyəcəyim. Qoymaram, kimsə onun üstünə qışqırsın. Dedi, ikinci xahişim var. Dedi, ağa, qoymayasan, qızıma kötək vırsınlar. İkinci xahişim budur. Dedi, səmən və taətən. Kötək bilirsən nə mənada? Yəni, balaca bir çubuğu, məsələn, elə-belə də olsa birdən başqa arvad gətirərsən, o elə-belə birdən vurar ona. Onu nəzərdə tuturam məsələn. Dedi, üçüncü xahişim. Qoymayasan qızımın üzünə şillə vırsınlar. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu, bütün vücudumla qabağını alacaq. Bütün vücudumla qabağını alacaq. Bir dənə hadisə deyirəm sizə. Xanım Zəhra salamullah əleyha izdivac günü. Xanımlar onu dövrəyə aldılar. Yəni buna qulaq as. Xanımlar onu dövrəyə aldılar, aparırlar Əleyhisselamın evinə, gəlin götürdülər. İzdivac günü olub. Xanımlar dövrəyə alanda, evdən çıxanda xanımın, Peyğəmbər də Ümmü Sələmə ilə, Ümmü Sələmənin evindən köçmə olub. Peyğəmbər də Ümmü Sələmə ilə dayanıb, belə baxır qızının arxasıcan ki, qızın gəlin aparırlar, gedir Əleyhisselamın evinə. Xanımın birdən paltar ilişir ayağına, balaca yıxılır yerə. Yıxılır ha balaca, heç nə də olmur ha, balaca yıxılır yerə. Peyğəmbər qaçır, qollarından tutur onu, qucaqlayır, qışqırır, sahə Allahu Əkbər. Bu sözü deyir, qışqırıq çəkir. Ki gözünün qabağında bu xanımın bir dənə balaca yıxılmasına təhəmmül eləmir, dözə bilmir. Ya Rəsulallah, qapı ilə divar arasında qalanda haradaydı?
Hə, bir dənə balaca yıxılmaqla dözə bilmiş. Ya Rəsulallah, vurdular qızımı, qəş elədi, getdi özündən. Özünə gələndə durdu divardan tuta qalxdı ayağa. Çıxdı bayıra. Fizzə deyir, mənə demədik sinəm ağrıyır, demədik qolum ağrıyır, demədik qabırğalarım ağrıyır, demədik qarnımdan balam düşdü, demədik. Dedi Fizzə, ağanı hara apardılar? Dedi, ağanı hara apardılar? Ay möminlər, çarəsiz qaldılar da İmam Həsənlə İmam Hüseyn kömək eləyə bilmədilər analarına. Və sən gəlmirsən kömək eləyəsən də bu məclislərə. Və sənin işin budur da, kömək eləyirsən Həzrəti Zəhraya, haqqın qoy, aradan getməsin. Zəhracan, elə bilirsən, elə bir dənə qapıdan, qapı ilə divar arasında çarəsiz qaldılar. Başqa yerdə də çarəsiz qalmışdılar. O çarəsizliklərdən biri də Kərbəlanın zöhründə oldu. Götürdü 6 aylıq balanı, getirdi meydana. Zəhracan, elə bilirsən ki, 6 aylıq bir dənə sənin qarnında sıxt olub. O müqəddimə idi ya, Kərbəlaya müqəddimə idi. Götürdü 6 aylığı, getirdi meydana. Dayandı düşməndən üz-üzə. Dedi, mənlə düşmənsiz. Məni öldürməyə gəlmişsin. Bu 6 aylığın ki bir günahı yoxdur. Buna bir stəkan su verin, bir damcı su verin, bir camda su verin. Necə sirab elədilər, bax bu stəkana bir dənə. Vallahi bu çoxdur. Vallahi bu çoxdur, vallahi bu çoxdur. Bunun yarısı qədər Əli Əsqələ su versəydilər, ölməzdi. Bax, bunun yarısı qədər. Neynədilər? Su əvəzinə nə verdilər? Oxu qoydu kəmana, yayı çəkdi. Ox qulaqdan girdi, qulaqdan çıxdı. Baş bir yanda qaldı, boyun bir yanda. La ilahə illallah, la ilahə illallah. Yığdı qanını ovucuna, atdı göyə, dedi bu balaca qurbanı məndən qəbul elə. İndi necə qayıtsın xeymələrə, ananın qucağından balanın dirisini alasan, ölüsün gətirəsən, ölü də necə ölü, baş ayrılıb, bədəndən sallanıb, belə bir vəziyyət. Gətirib bunu anaya necə təhvil verəsən? Baxdı Nəhri Əlqəm tərəfə, oxşamadı ha demirəm hədisdir. Baxdı Nəhri Əlqəm tərəfə, baxdı qolları Fərət yanında düşmüş bir ağaya tərəf. Dedi, hardasan, hardasan, əvvəl fəzlardasan, tez gəl. Bu qəlbim yandı, ay qardaş, əlim üstündə meydanda, balam oxlandı, ay qardaş. Qayıtdı, gəldi xeymələrə, rübabə necə versin bu 6 aylıq balamı, dadım düzüm, əli lay lay. Ana oxşamasıdır da, dadım düzüm, əli lay lay. Şirin sözüm, əli lay lay. Dilat sənə sözüm var, bağlamaram əlim var. Gəldi xeymələrə, xanım Rübaba bunu necə təhvil versin? Amma Rübab da Rübabdır, Rübab da Fatimə Zəhra tanıyan Rübabdır. Rübab da İmam Hüseynin əlindən su içən Rübabdır. Rübab xanım Zeynəb görən Rübabdır. Ədəb o əxlaq yerindədir. Gördü İmam Hüseyin başını salıb aşağı, yəni utanıram ha Rübab. Mən bu 6 aylığı necə verim sənə, utanıram. Gördü İmam Hüseyin başını salıb aşağı, çıxdı xeymələrdən. Gəldi, başladı dolanmağa, dedi, başını qaldır. Mənim canım sənə qurban, Əli Əsqərin canı sənə qurban. Başını qaldır,
منی فاطمه yanında utandırma Hüseyin. اللهم عجل لوليك الفرج على لعنة الله على القوم الظالمين.